Christopher Nolan'ın Odyssey filmində yer almayan, amma Homerin əsərində Odisseyin taleyini dəyişən bir səhnə var. Bəli, Homerin Odisseyasında Odissey və yoldaşları Təpəgöz Polifemusun mağarasında əsir qalırlar və Polifemus onların bir neçəsini öldürür. Odissey isə bir plan qurur və o yuxuya getdikdən sonra Təpəgöz Polifemusun gözünü çıxarır. Əsəri oxuyanlar bilir ki, Polifemus dənizlər tanrısı Poseidonun oğlu idi və o ağrılar içində Poseidondan onu kör edəni lənətləməsini istəyir. Polifemus onun kör edənin kim olduğunu soruşur. Odissey isə cavabında heç kim deyir. Poseidon soruşduqda ki, səni kim kör etdi? Cavabında Polifemus heç kim deyir. Qurduqları bir plan sayəsində Odissey və yoldaşları mağaradan qaçmağı bacarırlar. Mağaradan çıxdıqdan sonra isə Odissey Polifemusa üzünü tutaraq mən heç kim deyiləm, mən Odisseyəm deyə cavab verir. Məhz bu anda Odissey öz egosuna məğlub olur. Çünki Polifemus artıq onun Odissey olduğunu bilirdi və dənizlər tanrısı Poseidondan onu kör edənin Odissey olduğunu bildirərək onu lənətləyir. Nəticədə Odisseyin evə qayıdışı illərlə gecikir və o yolda dostlarını və yoldaşlarını itirir. Yəni Homerin burada bizlərə verdiyi mesaj çox önəmlidir. Bəzən ən böyük məğlubiyyətimiz düşmənimizə qalib gəldikdən sonra öz egomuza hakim ola bilməməyimizdir. Çox təəssüflər olsun ki, bu cür önəmli hissə Christopher Nolan'ın filmində öz əksini tapmayıb. Bəs səncə Odissey Polifemusa öz adını açıqlamasaydı hekayə necə dəyişərdi? Fikirlərinizi yorumlarda bildirin. Bu cür maraqlı videoların davamını istəyirsinizsə, səhifəmi izləməyi unutmayın.